Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Bu həftəni modern çəkilişlər həftəsi qoyacağım. Niyə görə? Çünki bu həftə çəkdiyimiz evlərin əksəriyyəti modern üslubda inşa edilmiş hər biri ayrı-ayrılıqlı evlərdir. Mən hal-hazırda gözəl küçənin birindəyim. Bu küçədə çəkilişlər eləyəndə demişdim ki, deyirlər orada filan kəslər yaşayır, filan kəslər yaşayır. Harada kim yaşamağından asılı olmayaraq onu bilirəm ki, mən gözəl məkandayam. Mən Mərdəkandayam hal-hazırda. Mərdəkanda kimlər yaşayırsa Allah hamısının canını sağ eləsin. Kimlər gələcəksə yaşamağa, hamısında Allah Taala ömür versin. Mən sizlərə 6 sotun içərisində 398 min manata start olaraq, başlanğıc olaraq 398 min manata bu evi təqdim eləməyə başlayıram. Avtomatik olaraq butla təchiz olunmuş darvazadır. Bu darvazadan düz bura qədər, bu darvazadan bura qədər, düz axıra qədər üstü bağlı, hamısı təmirli bir yerdir. Yəni bu necə deyim də, burada həm qaraj, həm də söhbətgah və yaxud da bağlı bir oturmaq üçün, qışda dincəlmək üçün və yaxud da həyətdə yayda dincəlmək üçün yer birlikdə tikilir. Maşını küçədə saxla, bura salma, elə buradan bütöv istifadə elə, həm qışda, həm yayda və yaxud da maşını sala bilərsən, irəliyə də maşın gedə bilər, düz evin ön hissəsinə qədər. Ev, yenə deyirəm, 6 sotun içərisində inşa olunub. 180 kvadratlı 4 otaqlıdır. Sol tərəfdə qaz sobası qoyulub, su hövzəsi var, sonra dolablar, sonra manqal, hamısı mövcuddur. Stol stulu da burada oturmaq üçün var, burada da qalacaq. Həyətin yaşıllıq hissəsi maşallah genişdir, düz oradan ora qədər. Bu hovuza yaxın deyil. Mən düşünürəm ki, gələcəkdə kim istəsə ora sıralama olaraq yaxşı meyvə ağacları da əkmək olar. Lap qəşəng də becərərlər. Meyvə də bar gətirər. Burada da landşaft hissəsi var. Hovuz tam işlək vəziyyətdədir. Yanlarını da qəşəng baxın. Dəmir barmaqlarla buna düzəldiblər uşaqlar üçün. Gələcəyində balaca uşağı Allah bütün balaları saxlasın. Düşməsin ora. Birdən də nəzarətsiz qala bilər evdə. Ora düşməsin. Evin hər tərəfindən fırlanmaq olur. Evin arxasında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı və kombi otağı var, yerləşir. Ev yerdən 4 daş hündürlükdə kürsülü olaraq inşa olunub. Tam yerdən deyil. Bir daha söyləyirəm. Qazı, suyu, işığı, interneti, sənədləri hamısı qaydasındadır. Qaz, su hamısı 4 fəsil və demək olar ki, fasiləsiz gəlir. Su belə fasiləsiz gəlir, amma ola bilər ki, nəsə problemi olsun, suyun yayda ola bilər, amma onu da nəzərə alıblar. Həyətdə yerin altında 10 tonluq su ambarı var. Dəvə boynu da maşallah indi xoda düşdü, işləyir. Hamısı demək olar ki, işlək vəziyyətdədir, əziz izləyicilər. İndi isə keçək evin daxilinə. Evin ümumi giriş qapısıdır, geniş, böyük bir dəhlizdir, çox genişdir. İşıqlarımız yanır, evin mədir, yəqin ki, orada kamerada göz vurur. Heç bir problem yoxdur, hamısı yanır. Sadəcə kamera ilə əlaqəli olan bir şeydir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Sol tərəfdə mətbəx otağı yerləşir. Mətbəx mebeli də yenidir, yığılıb. Aksesuarlar qoyulmayıb, narahat olmayın, onlar olacaq. Heç bir narahatçılıq yox. Təki siz gəlin bura, bu yeri, ilkin olaraq evi almamışdan qabaq yeri, sonra evi bəyənin, qalan şeylər inşallah düzələcək. Arxa hissəndə də qonaq otağıdır. ...35-40 kvadratdan böyük olar ki, qonaq otağımız aşağı olmaz, yəni az olmaz. Evin tam mərkəzində yerləşən ümumi sanitar qovşağı. Evin içərisində, həyətdə çatışmayan bir şeylər olsa narahat olun. Hamısı düzəlib təhvil veriləcək. Yataq otağı. Ay maşallah. Görün nə boydadır. Yataq otağı. Geniş, böyük bir yataq otağıdır. Daxilində sanitar qovşağı. İkinci yataq otağı.
Üçüncü yataq otağı. Hər yeri təqdim elədik. Çox sağ olun əziz izləyicilərimiz. Biz izlədiyi üçün. Biz izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.